Salam əziz və hörmətli dostlar. Dostların biri bu şəkili qoymuşdu. Mən axtardım görüm doğrudur ya yox. Axtardım gördüm ki, The Oxford Dictionary of Islam, Oxford Üniversitesinin İslam dikşnerisi ya sözlüyü adı altında bu 83-cü səhifədə F hərfində farsi sözünə yetişəndə belə bir şey yazıbdı. Bunun mənə önəmi brainwash, beyin yıxama, beyin yuma açısından olduğu üçün bunu istədim bu mətni sizlə iştiraka qoyam, bərabər bunu oxuyaq. Farsi sözünə yazır ki, Farsi Indo-European language. Fars dili Hindi-Avropayi dildir. Necə Hindi-Avropayidir? Dostlar, diqqət buyurun. İstemarçılar, işğalçılar buna görə ki, o işğal olan millət, onların beyni də işğal olsun, bir cür çalışırlar ki, o işğal olan milləti inandırsınlar ki, o işğal eləyənlərlə bir parçadırlar, ayrı deyirlər. Beləliklə, onları qane eləsinlər ki, biz ikimiz birik, biz müstəmirə deyilik, biz işğal olmamışıq, onun qabağına qiyam eləməsinlər, inqilab eləməsinlər. Bunun üçün belə bir iş görürlər. Necə ki, İranda çalışdılar, məsələn, ərəb zəban deyə, Azəri zəban deyə, türk zəban deyə, Azəri deyə, istədilər bu millətlərə deyələr ki, siz bizdən idiniz, bizdənsiz, biz sizi işğal eləməmişik, biz sizi istimar eləmirik, sümürcəmiz deyilsiz, siz bizdənsiz, amma fərqli beləsi olubdur. Onun üçün bunlara da deyiblər ki, bu hindilərə filana ki, Indo-European. İndi bəzi bizim dostlarımız deyirlər ki, Farslar Hindidən gəlmədi. Elə siz bu Oxfordun bura baxsız görürsünüz Indo-European. Bu dilin hindilərlə Farsının nəyi var? Birdir. Ehtimalən %99 Farsı dili Hindistandan gəlmişsiniz. Bilirsiniz ki, orada yüzlər dil var. Davam eləyək. Deyir ki, also known as a New Persian. Hətta bu Farsiyə deyirlər taza Farsı, Persian, Pars dili. Replaced Pahlavi following the Islamic conquest of the Persian Sasanian Empire. Deyir ki, Parsların Sasani imperatorunun İslam vəsiləsilə yıxılandan sonra, təsğir olandan sonra Pəhləvi dilinin yerinə oturdu. Yəni bu Farsi. Written in Arabic script. Deyir ki, ərəbi əlifbası ilə yazılır bu dil. And consists of as much as 70% Arabic loanwords. Deyir ki, bu dil, yəni Fars dili 70%, 70%, %70'i ərəbi sözlərdən borc alınmışdı. Burası da önemlidir. Amma diqqət buyurun, görün brainwash nə cür devam edir. Deyir ki, second language of Islam. İslam dünyasının ikinci dilidir Farsı. İndi diqqət buyurun. Ərəbi birinci dildir. Çünki 1 milyarddan çox ərəb varır və müsəlman ki, bu ərəbi dilin başarırlar. Ondan sonra Malezi var və Endonezi var ki, ən böyük dillərdəndir və bunun tərsinə ki, İranlılar deyirlər qılıncla ərəb hər yerə gedibdi. Ərəblər qılıncla, Malezilər, Endonezilər qılıncla müsəlman olmayıblar və İranla çox fərqli müsəlmandılar. Hətta bunlar məscidə gedəndə indi namaz qılmağa telefonlarını qoyarlar, o baha telefonları eşikdə gedərlər. Beləsi bir vəziyyətdir. Ondan sonra ordu Pakistanda və Hindistanda ən böyük müsəlman dilidir. Yenə də hətta bu da çox böyük dildir. Ondan sonra türküdür 300-350 milyon, ta 500 milyonacan deyirlər ki, bu dilin təbəəsi vardı. İndi əgər ondan sonra növbə olsa, yer qalsa Fars dilinə yer olar. Amma brainwash belədir dostlar. Məsələn, biz Oxforddur, İngilistandır, Oxford danışgahıdır, onun tüfeylanıdır. Onu deyə biz bunları inanırıq. Ondan sonra devam edir ki, the courtly language in Iran. İranda rəsmi dildir. Fars dili doğrudur. Bunu deyibdir, rəsmi və icbari dildir. The Ottoman Empire indistir deyir ki, o Osman İmparatorluğunun da rəsmi dilidir. Central Asia, Orta Asiyanın da rəsmi dilidir. And the Mongol Empire və Moğollar İmparatorluğunun da rəsmi dilidir. Yəni diqqət buyurun, bir belə bunlar
tarixi istillər insanları. Niyə bu cür eləyirlər? Farslara bir kazib, bir yalancı şişirtmə bir şey verirlər. Balon kimi. Püflə qoy şişsin, bölgədə mənim adamım olsun. O fikirləsin ki, Avropalıdır, fərqlidir, fərqli bir insandılar. Çox belə əcibdilər. Gəliblər. Bunların başını oxşurlar əcib bir şeyə və onları beləliklə saxlayırlar özünə. O halda ki, İslam dünyasının və Osmanlı İmparatorluğunun ya Asiyayı mərkəzinin dilləri farsı deyil. Farsı şairlər olmuş dostlar. Məsələn, Fars tarixində şairlərin sayı neçədənadır? Məsələn, deyək ki, 1000 dana şair var Fars tarixində. 1000 dana şair, məsələn, neçə 1 milyard 200 milyon adamın içində ya məsələn deyək ki, yarım milyard adamın içində nə görünər bu məsələn? Amma bunu o qədər çoxaldırlar ki, elə bir ki, məsələn, Osmanlı İmparatorluğu başdan başa bu dildə danışılmış. Çox sağ olun. Təşəkkür edirəm ki, bunu qulaq asdınız.